Bu sual Əli Əl-Əsbəhidəndir. O soruşur: siz bu çəkilişlər zamanı bir neçə üzük taxırsınız. Bu üzüklərin sayı və növü ilə bağlı bir məna varmı? Bir məna? Bəli, əlbəttə ki, mənası var. İmamın etdiyi hər şeyin bir mənası olur. Ona görə də gəlin bunu insanlarla bölüşək. Maşallah. Bu üzük, bu mənim nişan üzüyümdür. Çünki mən evliyəm. Deməli, bu məsələ budur. Bu üzüyə gəlincə, bu qırmızı Yəmən əqiqi üzüyüdür. Ətrafında da zümrüd daşlar var. Bu üzük mənə illər əvvəl The Arrivals, Gələnlər serialını çəkəndə hədiyyə edilmişdi. Bu üzüyü mənə hədiyyə edən adam onu Afrikadakı müəyyən bir ölkənin rəhbəri olan birindən almışdı. Mən bu qırmızı əqiq üzüyünü taxıram. Çünki bu bir sünnədir. Məhəmməd Peyğəmbər özü də belə bir üzük taxardı və möminlərə də Yəmən əqiqindən üzük taxmağı tövsiyə edərdi. Bu da Yəmən əqiq daşının özünə məxsus xüsusiyyətlərinə görədir. Bu daş sehrə qarşı qoruyucudur. Cinlərin hücumlarına